Əziz izləyicilər, gördüyünüz bu ərazi Nəsimi rayonu Mircəlal küçəsidir. Bu ağacları əkməkdə məqsədləri görünüşdür, görüntüdür. Heç bir yaşıllıq etmək niyyəti ilə əkməyiblər bu ağacı. Bura yaşayış müəssisəsidir. İnsanlar yaşayır burada, körpə balalar yaşayır. Parkda gəzmək istəyirlər, əylənmək istəyirlər. Amma bu əyləncəni bəzi məmurlar uşaqların əllərindən alır. Bu ağacları əkiblər ki, güya ki yaşıllıqdır, amma yaşıllıq deyil. Burada nəsə bir obyekt tikəcəklər. Nəsim rayonun icra başçısı olmadığından sui-istifadə edərək belə özbaşınalıq baş alıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz yenidən Mircəlal küçəsi 18 nömrəli binanın qarşısındayıq. 10 gün öncədən buranın çəkilişini etdik. Burada uşaqların əyləncə meydançasını çayxana düzəltmək istəyirlər və sakinlərin xahişi ilə gəldik, çəkiliş elədik. Bakı İcra Hakimiyyətindən bizə xəbərdarlıq gəldi ki, heç vaxt orada tikinti ola bilməz, heç vaxt orada çayxana ola bilməz. Lakin saat 11 radələrində sakinlər bizimlə əlaqə saxladı və həmin burada bir gözəl dibçək var idi. Abidə kimi bir şeydi. Çox gözəl bir dibçək idi. İçərisində də güllər. Gəldik, gördük ki, dibçəkləri sökürlər buranı. Baxın, fəhlələr də qaçdı getdi. Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim edin. İlham, bu... Üzünüzü və zəhmət olmasa buyurun. Axşam, belə duraq. Axşamımız xeyir. Biz 18-ci binanın sakinləri yığışmışıq bura. Biz səsküyə yığışmışıq. Bu axşam saat 11 radələrində. Çünki mən saat 7-8-ə işləmiş, bu Astanovkadan buradan çıxmışam, burada iş olmayıb. Deməli, evə qaydanda gördüm ki, burada işlər gedir. Sakinlər səsküyə çıxıblar bura ki, burada nə iş gedir. Özüm də durdum burada ki, baxım görüm nə işdir. Bizə məlumat verdilər ki, güya ki, Baksovetdən xəbər var ki, bura sökülür. Bura gözəl bir dibçək idi, içində güllər var idi vaxtı ilə. İndi halın gəldi ki, gördünüz, çəkilişdə gördünüz ki, nə hala qalıb. İndi bugünlər bizə məlumat verdilər ki, biz polislərə xəbər verdik. Polislər gəldilər, müvəqqəti olaraq saxladılar. Fəhlələr qaçdılar, çıxdılar, getdilər. Çəkilişdən də bəyaqları alınmadı çəkiliş, çünki fəhlələr arabalarını, lapatkalarını götürüb çıxdılar arada. Belə desək. Cigərxana deyilən, bizdə köhnə cigərxana var burada. Restorandır, bala xırda restorandır, bilmirəm adı necə gedir. Oradan göndəriblər, deyil, fəhlələr. Bura nəyə görə biz təşvişə düşdük? Bu yolka ağacdan çəkəndən sonra biz təşvişə düşdük ki, nəsə burada artıq çayxana olacaq. Yəni isti yay, qabaqda yay ayları gəlir. Yəni yay aylarına əlaqədar olaraq buranı belə hasarı aldılar. Hasarı alandan sonra ki, biz bildik ki, nəsə bura vəziyyət yaxşı. Çayxana oldu. Gecə yarısına qədər. Gecə istəmərik ki, çayxana olsun. Biz nəyə görə? Bilinmir ki, burada kim oturacaq. Lap belə kim otursun. Gəl saat 1-də, 2-də, 3-də, nerede oynayacaq, çay içəcək, nəsə danışacaq. Yay ayında pəncərələr açıq olur hamıda. Çünki heç bir evdə çoxlu kondisioner olmur. Məcbursan pəncərəni açmağa. Kimisə söyüşün, mənim çayın, səskün mən niyə eşitməliyim, mən ailəm niyə eşitməlidir. Yəni heç kim razı olmaz ki, istəyərim ki, yola nəzər salarsınız. Astanovkadır. Astanovkadan bu yola baxın. Bu yol düz gedir məhəlləyə, bu məhəllənin içinə. Çayxana isə tikilib. Görsüba tikilib. Ağacları göstərilib. Bir avtobus dayanır. Düşdü cəmaət oradan. Qız gəlir bura. Xahiş edirəm siz də gəlin. Getdi buradan. Burada da oturub kişi xeylağı. Burada heç bir qadın oturmayacaq. Aydın məsələdir. Düzdür. Bu kişi xeylağı nəsə bir qadına bir sözdür. Bu evin kişisi nəsə gəlib cavab verəcək ona, yoxsa yox? Təbii. Heç kim istəməz ki, anasına balsa, kimsə də arxasıca bax. Əlaqədar olaraq bəlkə indi hamı rayonda olanlar var. Çünki biz ərizə yazmışıq. Ərizəmiz bizim bələdiyyəyə gedib, bələdiyyə göndərmişik. Bakı İcra Hakimiyyətinə göndərmişik. Bakı İcra Hakimiyyətinə məlumatınız vardı sizin. Yəni sizə kağız gəlib. İndi fikrimiz var ki, bir məktubu Mehriban xanıma göndərək, Leyla xanıma göndərək. İndi Allah qoysa bayramdan sonra fikirləşirəm ki, Leyla xanım ya da ki Mehriban xanım bu Mircəlal küçəsi, aydın məsələn Mircəlal küçəsi Mircəlal Paşayev Mehriban xanım babasının adına olan küçədir. İstəməz ki, yəni bu babasının adına olan küçədə belə bir yabırsın. Salam aleyküm. Salam aleyküm. Mənim adım Fərid, mən bu sakiniyəm və hal-hazırda gördüyünüz ərazini
yolkalar əkərək zəbt eləyiblər. Bundan sonra gəlib gül dibçəyi daşdan hörülən qırırlar. Yəni burada qısa konkret olaraq kafe eləmək istəyirlər. Və bura elə binadan 50 metr məsafə yoxdur bura. Yəni 50 metr məsafədə olmadan kafe ola bilməz. Bura yaşayış yeridir. Bura sakinlərin yeridir. Yəni bu elə ki burada bir kafe olması sakinlərin ərazisindən bizim uşaqlar burada oynayır. Bizim ailələrimiz buradan gəlib keçir. Burada belə bir şey olması düzgün deyil. Belə bir şey olmaq düzgün deyil. Salam, mənim adım Qulu, Mircəlal 18 binasının sakiniyəm. Mən şəxsən təşəbbüs göstərmişəm ki, yəni yuxarı qurumlara şikayət eləməklə bağlı. Bu ərazi indi hal-hazırda zəbt olunmayıb. Keçən il bura bir dənə stol qoymuşdular. O stolda oturub burada nərdə oynayırdılar. Və əfsuslar olsun ki, həmin vaxtı bizim ailə üzvlərimiz burada gəzən vaxtı qeyri-nalayiq ifadələrlə rastlaşmışdılar. Və ondan sonra payız aylarında təxminən bunlar bu ciyərxana deyilən ərazi, yəni kafenin müdiriyyəti bura dibçəklər qoydu və payız vaxtında bilinirdi ki, onların məqsədləri nədir. Və bir müddət əvvəl, təxminən 1-2 həftə əvvəl ağaclar əkildi bura. Hansı ki, ağacların bu cürünə əkilməyi qeyri-qanunidir. Çünki ağaclar arasındakı məsafəyə baxsaq, siz diqqətlə görə bilərsiniz ki, heç 10 sm deyil. Yəni adın yaşıllaşdırma qoyub, amma bu yaşıllaşdırma demək deyil. Əgər yaşıllaşdırmadırsa, bütün parkın ərazisini çəkək ki, niyə görə sırf buralar zəf ağaclarından, amma digər tərəflərdə bir dənə də olsun ağac əkilməyib. Əgər ciyərxana bu cürünə təşviq edir ki, yaşıllaşdırma ilə bağlı bütün əraziyə əkərdi. Və biz bir neçə dəfə mütəmadi olaraq polis rəisinə söhbət eləmişik, onların özlərinə söhbət eləmişik və bildirmişik ki, fikirlərimizi ki, biz burada qonşuyuq, bizim sizinlə bir şəxsi qərəzliyimiz yoxdur. Onlar bildirdilər ki, burada qadınlar oturacaq, amma biz onlara narazıyıq fikirləri ilə. Çünki niyə görə? Bura parkın ərazisidir. Parkın arasında uşaqlar, böyüklər hamısı gəlib burada istirahət edir. Bu istirahət olan ərazidə də ki, bura çayxana və ya da kafe olması mümkün deyil. Kim dedi bura qadınlar üçün çayxana olacaq? Ciyərxanada kimsə oranın yiyəsi bir dəfə söhbət elədi, polisin də iştirakı ilə idi. Mənə bildirdilər ki, burada qadınlar oturacaq, dönər yeyəcək. Biz də bildirdik ki, əgər belə bir fikriniz varsa, gəlin bu ağacları çıxardın hamısını, bütün əraziyə əkək. Əgər sizin belə bir fikriniz varsa, bir neçə skameyka qoyarsınız əraziyə, yanına da bir dənə zibil yeşiyi. Əgər hansısa bir qadın dönər yemək istəyirsə ki, hansı ki içəridə oturmaq istəmir, otursun burada sakit dönərini yesin, sonra zibilini qəşəngcə tullasın, zibil yeşiyinə çıxsın, getsin. Yəni bu cürlə bunun zəbt olunmağı görsənir ki, hansı məqsəddən dolayıdır və bundan da əlavə olaraq, yəni burada dibçək var idi, yəni hal-hazırda gördüyünüz ərazi. Mən təxminən bir saat yarımından qabaq, bir saat bundan qabaq şəxsən özüm gedəndə birinci videonu telefonumda da göstərə bilərəm. Birinci videonu mən özüm çəkdim, mən gördüm ki, burada iş gedir, soruşdum fəhlələrdən ki, siz haranın əməkdaşısınız? Mənə bildirdilər ki, gözdə zəng eləyək. Deyirəm, yox, siz bildirin ki, mənə haranın əməkdaşısınız? Sonra ciyərxanada işləyən bir işçi yaxınlaşdı ki, bəs buranı icra hakimiyyəti sökdürür. Mən dedim ki, onda yaxşı, fəhlə niyə görə sizə zəng eləyir? Axı, siz ciyərxana əməkdaşı niyə görə gəlir bura, əgər buranı icra hakimiyyəti sökdürürsə? Yəni, beləsinə bir özbaşınalıqdır, hansı ki, bu küçə bilinir kimin adına da içməkdirmi? Onlar deyir ki, xanım orada dönər alır, burada gəlib görsənib ki, yaxud da yemək istəyirsə də, bu cür faktda tək bu ərazidən başqa, orada bisetka da var, orada 2 dənə. Меня зовут Самира, я жительница дома номер 18. Я живу здесь около 60 лет. Здесь есть высотные деревья, которые посадили еще мои родители покойные и соседи. Вот посмотрите, откуда и куда выдвинулась эта Джигархана. Фактически, аз галды, что они зайдут уже до нашей парадной. Вы понимаете? В доме находится 120 квартир. 120 квартир, это значит как минимум 60 детей, в 60 квартирах есть дети. Этим детям где бегать, где прыгать, где играть, как развиваться. Вместо того, чтобы у нас были здесь детская площадка, скамейки для пожилых людей, чтобы люди могли спуститься, познакомиться, поздороваться. Вот, например, пока я не постучала к соседу нашему с 5-го блока, а я живу в 3-м блоке, я не знала, что он наш сосед вообще. Это неправильно. Люди должны общаться, дружить, ходить друг к другу в гости.
А тут что получается? Фактически у нас отнимают территорию. 120 квартир, это 8 блоков. Посмотрите, от 3-го блока до 7-го блока только есть территория. Где нам ходить, где нам встречаться? Ни парка. Здесь остановка есть. Здесь есть и кафе, и рестораны. Почему в каждом доме есть ресторан, кафе? Например, площадку, которая должна была быть детская, тоже устроили перед 16-м домом как кафе, чайхана. А вообще сейчас они расширились, вообще там фактически ресторан находится. То же самое и в Нижнем доме, где должна быть детская игровая комната, где должны люди приходить домино, шашки, нарды поиграть. Фактически это все наш ЖЭК или, не знаю, другие органы отдали под то, чтобы здесь развивалась вот такая вот ерунда. Фактически детям заниматься негде. Посмотрите, где у нас есть спортивная площадка. Фактически только перед 16-м домом. Какая мама своего 8-10-летнего ребенка может отпустить, фактически может отпустить в соседний дом, в соседней дворе играть? Детям здесь развиваться негде. Фактически ничего такого хорошего не светит нам. Посмотрите, насколько на 10 метров они еще выдвинулись вперед. Это ненормально. Во дворе фактически двигаться, жить негде. Поймите правильно, что этому должен когда-то предел быть. Конец должен. ЖЭКа абсолютно отвергал наши претензии. Мы позвонили, ему сказали, пригласили. Он говорит, нет, там будут просто сажаться деревья. Но какие деревья? Какие? Эти елки, которые через год-два они высохнут, а на их месте будут каменные стены. Это неправильно. Это неправильно, неверно. Для чего сегодня вот этот красивый цветник убрали? Для кого? Почему? По какой причине? Кому он мешал? Да, он занимал территорию целых 2 столов. Где разрешение? Кто дал это разрешение? Тем более государство. Это ставило здесь фактически РЖУ, который ремонтировал наши дома. В каком состоянии наши doма? ЖЭК на нас вообще не смотрит, не видит нас, не слышит нас. Sahip zamanı bu binanın sakini bu ciğerxana açılanda onun yeri bütün ağaçlıq idi. Kəsdilər, indi ikinci mərtəbəni də tikiblər orada. Bu növbəti etapda o biri buranı yaşıllaşdıranda o ot örtüyünü ora kimi çəkdilər. Səhərsi gün gəldilər, onu yığışdırdılar onların sayəsində. Yəni biz hardasa bir 5-6 il bununla mübarizə aparırıq, heç nə əldə edə bilmirik. Hansı qurumlara müraciət etmisiniz? Qurumlara GK demişik. Ondan sonra Uçaskov və polisə zəng eləm ki, bax bu burada növbəti zaboru çəkəndə adətləri 6 ay bundan qabaq. Zəng elədi, 2 dənə pastavoy gəldi, söhbət elədilər, sonra çıxıb getdilər. Yəni heç bir uşaqlar orada oynayır, ata yuxarı baxır, orada yuxarıda kebab yeyir. Onunla arasında 1 metr məsafə var. Balaca uşaqlardır. İmkansız arxaya çəkmək. Arxaya görsəniz orada görərsiniz. Bak müəllim, polisler geldi, danışdınız onlarla. Ne dediler onlar? Ne söz verdiler, getdilər? Söz vermədi. Söz dedilər ki, bugün iş dayandırılacaq. Və hələ ki dokument bizə daxil olmayıb. Yəni polislərin heç bir dokument yoxdur. Yəni ki dokument olmadığına görə işi saxlayırlar. Bizə dedilər ki, əgər görsüz bir iş gedir, nömrəmiz var sizdə, bizə zəng gəlir. Yəni hələ dokument olmadığına görə iş dayandırılır. Burada sənət ola bilməz axı. Sənəd yoxdur, aydın məsələ sənəd yoxdur. Yəni sənəd bu necə sənəd ola bilər ki, bu sənəd hökumətdən almalıdır. Bak bakın, bura böyük bir dairə kimi dipçəyə oxşayan bir içərisində gülü idi. Bunu kim söktürüb, neyniyib? İstərim xanım, biz gedək buna gedək. O müəllim dediyi, sahib müəllim dediyi əraziyə də baxaq. Yəni buradan gedək, yolumuz var burada. Посветите, пожалуйста, ребята, давайте. Gəl bax buradan gedək. Hələ bax görsən qapı da düzəldiblər ki, buradan rahat çay vermək üçün. Gör, nör qəşəngdir. Ayağınızın altına baxın. Bax palçıq olmasın. Eyvah. Əlimə. Eyvah. Ha gedək. Bunlar hamısı, deməli bunlar hamısı deməli qabaqda tikilib ki, insan rahat getsin mənzil öz blokuna rahat gedə bilsin. Bunlar tikilib hamısı. Bunlar bu həyətdir, bu həyətdir, bu həyətdir. Bu bizim həyətdir. Bizim həyətdir. Həyətdə tualet tikib. Bax, o işıq yanında bax. Çəkiliş yox, çəkilişi iyidən də oturub dayanmaq mümkün deyil idi. Hələ bu yaydır, hələ bu kebabın indi belə bu.
Sonra indi bu yayda indi bir nə olacaq bura? Bu məhəllədə Bunlar aşpazxana sərdədir. yuxarıda, içəridə. Ancaq onun Üstü yuxarı. Dımava şübhəsi baba görsənir baba ordadır. Hə, demaxotu O bundan. demaxotu oradan düz vur ya o evə vur ya küləyin istiqamətini asılır. Yəni mənim mod ki gür yaşayan bir yerdə belə bir şeyin tikilməyi mənəliyi düzgündür. Çünki bu cəmaət evdə otura bilmir onun ilə. Alver etsə Allah xeyri versin, ancaq başqa yerdə. Yəni mənim mod ki, elə adam var ki, imkanı yoxdur almağa. Və elə adam var ki, kasıbdır, hamı dövlətlidir, hamı imkanı yoxdur. Kebabın da iyi ələ gəlir ki, istər-istəməz indi hamı bilir ki, o kebabın iyi necə olur. Bala uşaqlar burada oynayır, o da orada kebab yeyir. Bax, buradan kimə müraciət edir? Kimlərə müraciət edir? Birinci Bakı icra hakimi. Bakı İcra Hakimiyyəti. Yəni və bu Bakı şəhərində yaşayırıq biz. Bu küçənin nəsil nümayəndəsi olan Mehriban xanım müraciət edir ki, Mircəli Paşayev küçəsidir bu küçə. Yəni istərdim ki, yəni onlardan bir nümayəndə, hökumət nümayəndəsi gəlib baxsın bu vəziyyətdəki, məsələn bu yay aylarında indi biz çəkdik bu ziyarətxananın. Обратиться к нашему вице-президенту госпоже Ханум Мехрибаном. По той причине, она знает имя своего дедушки, она знает, что мы живем на этой улице. И мы очень просим ее, чтобы она посмотрела в нашу сторону, на наш двор. Ведь наш дом занимает центральное место на этой улице. У нас достаточно уже и кебабханы, и ресторанов, и кафе. Очень много на этой улице. Но хочется, чтобы здесь была нормальная жизнь для детей, для пожилых людей, для взрослых, для молодежи. Молодежь, чтобы могла развиваться, а не нюхать дым этот постоянно день и ночь. Вы понимаете, мы уже дышать не можем. Фактически дома у нас дым стоит. У нас ни ремонта не видно, ни обоев не видно. И, простите, весь дом у нас стоит в дыму. Уже 5 лет назад сделанный ремонт, приходит негодность, простите. Vilayət Eyvazova da müraciət edirəm ki, bu cənab Vilayət Eyvazov bu qanunsuzluğun qabağını alsın. Yəni bu qədər olmaz. Bu həyətdə uşaqlar oynamalıdır. Bu tikilə gedir. Bu axırın Ölkə başçısı cənab İlham Əliyevə müraciət edirik. O həmişə deyib ki, yaşıllığı qorumaq lazımdır. Bu tüstünün içində bu ağaclar hamısı məhv olur gedir. 50-ci ildə əkilmiş ağaclardır. Böyük ağaclardır. Bunun yarısını ümumiyyətlə aradan götürüblər. Heç olmasa yerdə qalanını mühafizə eləmək lazımdır. Mən ölkə başçısından xahiş edirəm buna bir tədbir görsün. Rəhmətli Heydər Əliyev deyərdi ki, ağacın bir qolunu kəsmə, mənim bir qolumu kəsmə. Bu qədər ağaclar kəsilib də. Məsələ deməyiblər. xanım hələ məsələ bu ağacları cənab Heydər Əliyev hakimiyyət vaxtı olanda əkilib, xırda ağaclar əkilib. Öz hakimiyyət, yəni ki bu mikrorayon 65-ci ildən sonra tikilən binalardır. Xırda tikilib və cənab prezident 69-un hakimiyyətə gələndən sonra, yəni burada bu binaların tikilməyi, bu yaşıllığın salınması məhz onun rəhbəri altında olan bir şeydir. Və yolun o qırağında boşluq ərazilərdir. Bu evlərin tikilməyi, orada yaşıllığın salınması və bu bizim küçəni bu cür abadlaşdırması hamısı İlham Əliyev. Yəni İlham Əliyev indi bir nəzər salsın ki, yəni atasının qoyduğu, getdiyi irs yaman günə qalır. Yəni nəzarətə götürsünlər. Artıq dərəcə xahiş edir. Bu bina sakinləri adına. Yəni indi biz çıxmışıq bina sakinləri, çünki bu bizim birinci zərbə bizə dəyir. Bizlə bərabər qabaqki binalar da var ki, onlar da bunun fəsadlarını görürlər. Yəqin ki, indi bizlə bərabər onlar da qoşarlar bizim etirazlarımıza inşallah. Bildim reis, siz özünüz qayıtırsınız ki şeydir, gəlib danışaq onunla, ona görə biz şey elədik. Ondan sonra xəbərdə çıxmadı sözünə çıxır. Dedi ki, görüşəcəyik, yadınızda da o şeyin, nə deyirlər, şeyin yanına keçəndə. Avaşın yanında. Bildim, hara fəhləsən? Haranın fəhləsən? Yox, deyirsən, hara fəhləsən?